Hoş gördük hər birinizi, əziz izləyicilərimiz. Uca olan Allahın adıyla hər birinizi salamlayırıq. Mərhəmətli olan Allahın xeyir duası olsun bütün yaxşıların üzərində. Ləmbəran kəndimizdə hər sahədə xeyri aksiyaları davam edir və həmçinin az təminatda ailə olan Rəslə bacının evinin tikintisini aksiyası davam edir. Bu aksiyaya çox gözəl insanlar dəstək verir. Bu yaxınlarda da bir kamaz kubik Bərdəmizin deputatı Xanlar müəllim Fətiyevin adından, köməkçi Ziya müəllim eyni zamanda bütün kollektivin adından gəlmişdi. Demək 100 manat da əlavə vermişlər ki, qapı al həmən ailəyə. Qardaşla danışdıq, gəlib burada bir qapı tapdıq. Qapının ümumi qiyməti 150 manatdır. Qardaşa izah etdik ki, qardaş, bəs Ləmbəran kəndində biz əslində ailə ev tikirik. Qapını razılaşaq. Qardaş da sağ ol. 50 manat oradan çıxdı, 100 manat bu qapını verir bizə. Qardaşımıza təşəkkür edirik, minnətdarıq. Sağ ol. Gördüyünüzün qabağına baxırıq ki, zamanın üstünə bağlayır. Allah razı olsun. Çəkilişdən də bu vəsaiti qardaşımıza təqdim edək. Allah canına sağlıq versin, minnəttar. Qardaş, buyur qazanalım. Sağ ol, içinizə bərəkət. Allah canına sağlıq versin. Sağ ol qardaş, sağ ol. Minnətdarım başa olun. Çox sağ ol ki, qiymətlə bizə hörmət elədin. Sağ ol. Bizə dəstək verdin, xoş olun. Allah sizi var eləsin, heç vaxt sizi çətinlikdə qoymasın. Sağ ol qardaş, sizin Allah. Siz başda olmaqla, o xeyrətçi qardaşlarımız başda olmaqla həmin ailənin evinin tikintisinə kim dəstək veribsə, bu dünyada Allah mükafatını versin. Amin. Geri tezlik dünyamızı dəyişik, Allah Teala gecindən eləsin. Ahirətdə də Allah Teala sizə cənnət versin, ey yaxşılar. Amin. Allah Teala sağ eləsin. Bax bizim dəyərli qardaşımız Cavanşir əminin oğlu Orxan qardaşımız da bu gün gəlib mənə burada təmənnası kömək eləyir ki, qapını buradan qoyaq, Orxanın maşınını aparaq Ləmbərana. Minnətdarım Orxan. Allah Teala sağ eləsin. Sağ ol başım. Allah özü xeyir versin. Amin. Amin. Qardaşımıza da təşəkkür edirik. Sağ ol qardaş. Anar qardaş bizə qiymətlə hörmət elədi. Minnətdarıq. Allah mənə versin versin. Allah kömək eləsin. Bismillah. Allah özü xeyir versin. Amin. Təslim fərqli. Bizim kartım yoxdur. Rəslə bacının evinin giriş qapısı da hazırdır. Milli Məclisin deputatı Xanlar müəllim Fətiyev bir maşın kubi almışdı. Ona qalan artıq puluna da 150 manat qapının qiyməti idi. Qardaş sağ olsun bizə 100 manata verdi. Allah rızasını tikilən kasın evinə qardaşlar maddi baxımdan dəstək verdi. Qiymətli bir hörmət elədik. Allah minəvəzin versin. O evə kim dəstək verirsə Allah minəvəzin versin, mükafatlarını versin. Təşəkkür edirik. Bərdən material bazarı. Orxan qardaş, sən də sağ ol. Allah səni xoşbaxt eləsin. Sağ ol. Minnətdarım. Allah özü xeyir versin. Gəldə çıxdıq Ləmbərana. Orxan qardaşlar sağ olsun. Bu gün də bizə Orxan köməklədi. Təmənnası Cavanşir əmimizin oğlu. Zamalov Orxan Cavanşir oğlu. Allah özü xeyir versin. Getdik. Qapını özümüz deməli bu tayını alır ki, soldan sağa açılsın. Sağdan sola açılmasın ki, tərəfə tutuyoruz. O tərəfə açılsın. Ve bütün sonra kırarız. Allah razı eylesin. Sağ ol, Allah köməyimiz olsun. Milli Məclisin deputatı Xanlar müəllim Fətiyevin adından və köməkçi Ziya müəllim bütün kollektivin adından bu ailəyə bir kamaz kubik və bu qapıda bura gəldi çıxdı. Allah razı eylesin. İnşallah bu qapıda şadlıqlar açılsın. Sağ ol, Allah köməyimiz olsun. Çok sağ ol. Sağ ol inşallah. Qapını gəlir. Diğer şeylerden ne olur? Kerman kardeş, ben beyazdan geldim. Asacak. Ondan sonra polu, yolu, lak çekilenden sonra divarda da Erməkli kardeşimiz Aboy işleyecek. Patronun restoranda Emirhan Emir'in adına geliyor. Ben burada Emirhan Emir'in adına. Sağ ol, Allah köməklər olsun. Allah köməyimiz olsun. Razı olsun. Orxan da minnətdarlar büyük bakın. Bərdəlimizə təmənnası getdi. Allah canını sağ olasın. Çok sağ ol. Sağ ol, Allah köməyimiz Allah olsun. sana sağlamat edin. Amin. Allah Allah xeyir canınızı versin. sağ olasın. Allah xeyir versin. Sağ ol. Allah hamının köməyinlər olsun, hamınızın. Amin. Bütün dəstək verənlərə Allah'tan sağ ol versin. Akşamımız devam edin, dəstək verənlər devam edin. Allah köməyiniz İstirik olsun. çöldə də, həyətdə. İstirik ki, bax bu otağın bölümündə bu gələn kubiyə, gələn kubiyə. Bir dənə hamam tikək, bir dənə kula tikək. Allah Ki, köməyiniz olsun. yanına girsinlər, hamam istifadə eləsinlər.
Sonradan da yemek pişirip yapıp bu da rahatsız vaat eləsinlər. Allah xeyir versin, Allah kömək olsun. Sağ olun, çok sağ olun. Kanalımıza abone olun, şərh yazın, like edin və paylaşın. Hal-hazırda xeyriyyətçilərimizin dəstəklərlə alınan S24 Ultra ilə çəkiliş davam edir. Əmirxan əminin adından, Sahil qardaşımızın adından, Mədət əminin adından, o birisi Mədət Hadiyev qardaşımızın adından, Buqar Süleymanovun adından, Gülməmmək qardaşımızın adından, Babək Rəsuladi qardaşımızın adından, Rizvan Kərimoğlu'nun adından, Allah razı olsun. Əfsanəli qardaşımızın adından, alınan bu Afif qardaşımızın, yəni Şotlu qardaşımızın adından, Sahil qardaşımızın adından alınan bu S24 Ultra ilə çəkilişini davam edir. Allah özü xeyir versin, uğurlar olsun. Allah kömək Allah razı olsun. etsin. Kim var kömək edirsə Allahdan kömək etsin. Amin, amin. Allah razı olsun. Bugün 11 dekabr 2025-ci ildir. Həmd olsun aləmlərin Rəbbinə ki, bu astəminat dahil olan Vəsləbazın evinə də çox gözəl insanlar dəstək verir. Dünən də millətdaşı Xanlar Məli Fətiyevin adından qapını aldıq getdik. Bugün də rəhmətli Ərşid əmmin oğlu Usta Telman qardaşımız bizə gəlib təmənnası kömək eləməyə, bu qapının yerini açmağa. Allah canı sağ, bax Telman oğlu Pərvaz bu bax peçin yerində Pərvaz açmışdı. Getdi hərbi xidmətə, sağ-salamat gələn gün olsun. Allah qorusun. Pərvazın timsalında bütün hərbi xidmətdə olan qardaşlarımızı Allah qorusun. Əmma Allah səni canını sağ eləsin. Gəlmisən köməyə. Minnətdarım qadınım. Sağ olun. Belə bir ailəyə kömək eləmək borcumuzdur. Sağ ol başkanım. Bismillahirrahmanirrahim. Allah özü xeyir versin. Bu qapı inşallah həmişə şadlıqlar əsasın. Olursa köçür. Maşallah, maşallah. Xeyriyyət olsun inşallah. Qapımız hazırdır. Vəslə, eftana xoş gəldin. Sağ ol, sağ ol. Allah köməyimiz olsun. Allah kömək edənlərin köməyindən olsun. Allah ürəklərini açsın. Əmm oğlu, səni qazanalım, səni başına dönüm. Allah balalarını saxlasın. Allah xeyir versin. Allah ərşədən və rəhmət eləsin, sənin kimi bala böyüdür. Amin. Kətdən əşimiz olsa həmişə gəlib kömək etsin. Sağ ol. Allah kömək etsin. Vəslə bazarında evinin qapısını Aç bağla. Nizam o da yoxla. Zaman o da yoxla, zaman o. Bunu yoxlar. Açıq bağla. Hə. Aç. Əla, afərin. Allah sizə arzunuza çatdırsın. Allah xeyir eləsin, uğurlu olsun. Allah da sizə arzunuza çatdırsın. Bu evin, bu otağın düzəltməsində bu ailə kömək edən bütün yaxşı insanlara təşəkkürümüzü bildiririk. Allah bu dünyada mükafatınızı verib ki, gözəl xəsiyyətiniz var, gözəl ürəyiniz var. Allah sizi gözəl xəsiyyətlə, insanlıqla, mədəniyyətlə, mərifətlə mükafatlandırıb. Amin. Allah Teala axirətdə də hər birinizin mükafatınızı versin. Amin. Əmoğluya da təşəkkür edirik. Allah canını sağ eləsin əmoğlu. Bu gün də sən gəldin bu evə köməklilə. Allah xeyir versin, şadlıqlarına qismət olsun. Sağ ol. Amin. Allah köməyiniz olsun. Sağ ol əmoğlu, sağ ol başım. Sözün adın. Can sağ olunuz. Mən Minnəttar. həmişə demişdim ki, bəslərin nə qədər əlindən gələn iş varsa, gəlib köməyini eləyirəm. Sağ ol. Aksiyamız davam edir, aksiyamıza dəstək verməyə davam edir. İnşallah Əmirxan əminin adından da bura listor gələcək. Xeyriyyətçi Əmirxan əminin adından. İnşallah bu evə dəstək verənlərin adlarını, soyadlarını, atadlarını geniş formatda sizə təqdim edəcəm. Allah təşəkkür. Kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın.
Bir Kamaz Kubik üçün, eyni zamanda qapı üçün Milli Məclisin deputatı Xanlar müəllim Fətiyevə təşəkkür edirik və köməkçi Ziya müəllimə və bütün kollektivinə minnətdarlığımızı bildiririk. Bu otağa dəstək verən hər kəsə minnətdarlığımızı bildiririk. Allah Taala etdiyimiz yaxşılığın mükafatını mütləq sizə verəcək. BMT TV, Bəxşiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.